آشنای من ای غریبی تا یاره به یاره caneye can Mövla caneye fədaست. Tanış gəlmədi. Tamam. Yusif Zəhra harda qalıbsan sən, niyə gəlmədin sən, dərdimə dəvasən, sənə fədayəm. Mən yarə neynəmişəm, yar məndən kənar gəzir. Dilbərim, dilbərim, gəl ahu, gəl balası. Yıxıldı səqqa yerə, baş yaralı qan gəlir. O səslənir ya Hüseyn, dada ox vuran gəlir. Neynəmək istəyirsiniz? Fikriniz nədir? Nəyi təbliğ eləyirsiniz? Nə izah eləmək istəyirsiniz? Nəyə başa salmaq istəyirsiniz? Məgər mən başa düşə bilmirəm ki, musiqinin öz həcmi var, musiqinin öz strategiyası var, məzənin öz strategiyası var. Siz aləm qatışdırmışsınız bir-birinə. Mahnıdan, o haram mahnıdan gəlib dini sözlə istifadə edib ki, bunun belə deyək də, nəsə bir yeni yaradıcı ki, bir şey təqdim edirsiniz. Nədir bu məsələ? Yəni siz Əhl-i Beyt əleyhissalamın adına niyə bu qədər ucuz tutursunuz? İmam Zaman ağanın adı niyə belə ucuz səsləndirirsiniz? Mən başa düşə bilmirəm. Hansısa bir melodiyanı, hansısa bir mahnını götürüb sözləri dəyişib imamın adına qoymaq nə dərəcədə düzgündür? Əbəlfəz ağanın adına qoymaq nə dərəcədə düzgündür? Bu haqda danışın, nə olar danışın bir dəfə. Olmaz belə, bu nə hərəkətlərdir, mən qıcıqlandırır bu. Hər kəs yerindən durur, mən Əhl-i Beyt məddahıyam, mən ustadam, mən falan yerdə təhsil almışam, mən beləyəm, mən eləyəm. Haram bitirmirsən sən? Hansı dini səlahiyyətin var sənin? Hərə durub məddah olmaq istəyir, hərə durub Əhl-i Beytdən danışır, hərə durub Əhl-i Beytdən dan vurur, hərə durub Əhl-i Beyti məth eləyir. Açı bəsdirin də, gedin işinizlə məşğul olun da. Yəni, başa düşə bilmirəm ki, Əhl-i Beyti məth eləməkdə, yəni sizin məqsədiniz nədir? Pul qazanmaq istəyirsiniz? Yəni, valla son neçə illərdir mən görürəm ki, mənim əvvəlki gördüyüm məddahlıq indi arada yoxdular. Həqiqətən deyirəm, bu mənə çox narahat edici bir haldır. Əvvəl çox ustadlar var idi, çox böyük şəxsiyyətləri var idi ki, özlərini Əhl-i Beyt məddahı demirdilər. İndi bunlar düşüblər ortalığa, toyuqdan düzə çıxmış kimi, mən Əhl-i Beyt məddahıyam, mən belə oxuyuram, mən elə oxuyuram. Gəlirsən, görürsən ki, hansısa bir musiqini çevir bir mahnıya və yoxud da bilmərsən çevir bir mahnıya. Ayıbdır, Allah hamd olsun, ayıbdır. Bəsdirin. Yekə kişisiniz, yekə insansınız, yekə məxluqsuz. Belə eləmək olmaz. Yəni, Əhl-i Beyt əleyhissalamın adı hara, hara musiqi hara. Və məni də yandıran, məni də qıcıqlandıran, bunu mən eləsəydim, başlayacaq bu tənqid eləmək ki, sən bunu düz eləməmsən, Əhl-i Beyt məddahısan, falan bəsmək ki, bunlara niyə sözünüzü demirsiniz? Bunlara niyə haqqında çıxışınızı bildirmirsiniz? Niyə demirsiniz? Ay qardaş, haramdır, olmaz, eləmə. Niyə də, niyə? Adam işlənir axı, bir dəfə olmur, iki dəfə olmur, üç dəfə olmur. Çıxıb musiqini çevirib mərsiyəyə, və o özü üçün oxuyur. Və bəzi insanlar ki, əhsən, halal olsun, nə əhsən, nə halal olsun, nə halal olsun ona. Vallahi adam istənir, Allah'ın adam istənir, üstündən çıxır. Nəyə əhsən, nəyə halal olsun? Mahnı oxuyub deyən halal olsun. Əhl-i Beyt əleyhissalamın adı təhqir edilib halal olsun. Vallahi gülməlidir bu. Mənim kimi sadə bir insan çıxıb bir dənə mahnı oxusun, gör necə o gözü qarşı eləyirlər. Gör necə onu gözdən salırlar. Gör necə onun haqqında pis söz deyirlər. Sən Əhl-i Beyt məddahı edirsən belə. Amma bu mahnılar ki var ha, burada nə qədər Əhl-i Beyt məddahı. Onlar mahnıda oxuyurlar, məclislərə də dəvət edirlər, məclislərə çağırırsınız, şəkildə təşkilirsiniz, videoda təşkilirsiniz. Niyə çıxıb demirsiniz ki, qardaş, sən haram iş görürsən? Olmaz. Dinən də, mənə dediyim ki, ona da dinəndə, niyə demirsən? Bax, yandıran da mənim budur. Məni qıcıqlan da, məni əsəbləşdən də budur. Əhl-i Beyt əleyhissalamın adını elə istifadə edirlər ki, sanki bunu musiqiyə çevirmək istəyirlər, amma görürlər ki, alınmır.
And ol Allah günahdır. Bəsdirin də. Vallahi eləməyin bu şeylər. Mən hissəlirəm, mən açıb keçirdirəm. Əhl-i əleyhissalamın adını istifadə eləmə. Qardaş, sən müğənnisən, sən manist deyilsən, sən əhl-i beyt ola bilməzsən. Bezdi Allah qısnədir bizdə. Hələ bir dənə zırt qaynadı, bir dənə mahnı üzərində mərsi oxuyur. Biri mahnı götürüb dini sözlər əlavə. Nə eləmək istəyirsiniz siz? Fikriniz nədir? Nə göstərirsiniz? Nə eləmək istəyirsiniz siz? Əhl-i beyt əleyhissalamı ələ salmaq istəyirsiniz? Bizə and ola Allah baxıb gülürlər. Qurana doğrusu baxıb gülürlər. Bəsdirin də. Ya ki kişisiz, ya ki insan bir dəfə demədi, iki dəfə demədi, üç dəfə demədi, dörd dəfə daha yetər də. Vallahi adam bezir. And ol İmam Hüseyin adam bezir. Mənə qarşı mən bunu eləsəm, İmam Hüseyinə and olsun deyirəm ki, mən bunu eləsəm, çıxıb baltalayacaqsınız ki, sən əhl-i beyt məddəxsən, sən bunu belə eləmişsən, sən bunu elə eləmişsən, düzgün eləməmişsən, sən düzgün mahnı oxumuşsan falan bəsməkə. Başlayacaqsınız mənə tənqid eləməyə. Başlayacaqsınız mənə gözdən salmağa. Başlayacaqsınız mənim abır-izzətimi aparmağa. Amma hansısa bir saray ruhanisi, saray manisi, saray məhdağı çıxıb bir dənə mahnı oxuyur, əhl-i beytdən, musiqidə haram, sözləri də batil, ona heç kəs demir. Niyə də onlar mən olmaz? Məntiq nə deyək xüsusi məntiq biz? Əgər danışmaq istəyirsinizsə hamıya qarşı bunu edir. Təkcə mənə qarşı yox, təkcə mənim kimi insanlara yox. Nifrət eləmə belə insanları görəndə. Mənə ləzzət eləməyən odur ki, mənim əhl-i beyt əleyhissalamı məsxərə edirlər, bəzi qıraatlar gülürlər. Niyə gülməlidirlər? Niyə mənə baxıb mənim əhl-i beyt əleyhissalamı məsxərə edən şəxsi öz musiqisini, öz sözlərini niyə əhl-i beyt ələ salmalıdır? Çıxın danışın da, niyə danışmırsınız? Bu dindarlar, bu ruhanilər, bu mollalar, bu axundlar hara baxırlar? Niyə bir fikir bildirmirlər? Niyə bir söz demirlər? Niyə bir açıq bir ifadə eləmiş? Qardaş olmaz, haramdır. İcazə yoxdur. Bezmiş Allah'ın da bezmiş bunların əlindən. Harada düzəlirlər, necə düzəlirlər bunu bilmir. İki gün keçsə, üç gün keçsə təzə əhl-i beyt məddağı çıxıb. Haram bitirib, hansı fakültəni bitirib, hansı məddaxlıq üzrə ixtisası var. Nə cür nə məddaqdır? Siz onları belə eləyirsiniz. Və sabahki gündə bu cürə insanlar gəlib əhl-i beytdən musiqi əvəzinə məclisi oxuyanda məni lap əsəbləşdi. Özündən çıxıram mən. Mənə ləzzət eləmir bu. Allah belə insanlara hidayət eləsin.